Salam dəyərli şagirdlər. Bu videomuzda da biz səhifə 16-nın izahına baxacağıq. Onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə, 050 776 49 44 nömrəsinə WhatsApp vasitəsilə yazıb qoşula bilərsiniz dərslərimizə. Yazın, ətraflı məlumat alın və dərslərimizə qoşulun bu nömrədən 050 776 49 44. İndi isə vaxtımızı itirmədən sualların izahına keçirik. Yenə deyirəm şagirdlər, əvvəlki videolarımda izləmişsinizsə, mən bütün sualları bir-bir hamısını izah eləmirəm. Köçürmənin qarşısını almaq üçün, daha sistemli şəkildə, daha məqsədyönlü şəkildə öyrənmək üçün mən hər nümunədən bir-iki dənə verirəm, qalanında özünüz yaza biləcəksiniz onsuz da. Çünki mən mövzunu da izah edirəm, siz onsuz bu mövzunu başa düşəcəksiniz. Başlayaq. Öyrənmə. Sonsuz dövrü onluq kəsirlərin yuvarlaqlaşdırılması. Demək, yuvarlaqlaşdırma dərsində biz onsuz bunları keçmişdik. İndi bu gün də bunları onluq kəsir kimi baxıb, yenidə yuvarlaqlaşdıracaq. Baxın, sonsuz dövrü onluq kəsirləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırmaq üçün ümumi qaydadan istifadə edilir. Yəni, qayda nədir? Adı çəkilən mərtəbənin altından xətt çəkirəm. Məsələn, tutaq ki, biz onluq kəsir necə öyrənmişdik? Məsələn, 1 tam %562 ədədin 1/ə qədər yuvarlaqlaşdıraq. 1/, düzdürmü? Bir dənə fikir ver. Təxmini işarəsini qoyuruq. Bu yuvarlaqlaşdırmada bu işarədən istifadə edirik. Bərabər deyil, təxmini. 1 tam 1/, mərtəbəsinin 5-dir. 5-dən sonra gələn rəqəm 6-dır. Əgər həmin mərtəbədən, adı çəkilən mərtəbədən sonra gələn rəqəm 0-dan 5-ə qədər olarsa, 5-in özü yox, 0, 1, 2, 3, 4 olarsa, mərtəbə olduğu kimi qalır. Yox, əgər 5, 6, 7, 8, 9 gələrsə mərtəbədən sonra, həmin mərtəbədəki rəqəm bir vahid böyüyür. Və ondan qalan yerdə qalan 0 yazılır. Deməli, 1 tam yazıram, mərtəbədən sonra 6 gəlir. Deməli, bu 5 böyüyəcək olacaq 6. Bunlarda 0,0 yazır da, 0,0 yazmır. Deməli, 1,6-ya bərabərdir. Eyni ilə də, məsələn, nümunəmizdə 1,4-7-dir. Bu sonsuz dövr edən 7 rəqəmlərindən ibarətdir. 1/ə qədər yuvarlaqlaşdıranda 1/1 mərtəbəsinin altından xətt çəkdim. Bundan sonra gələn ədədə baxıram. Bu ədəd fikir verirsinizsə 7-dir. Deməli, bu rəqəm böyüyəcək olacaq 1,8. Eyni ilə burada da göstərib. Yəni, 1,8 yanında sıfırlar olur. Yəni, sıfırları görməsəydə olar. Bunu demişdim. İndi biri də var. 1,7 ədədin 1/1 mərtəbəsinə qədər yuvarlaqlaşdıraq. 1/1-dən sonra gələn 7 böyüdür həmin bu mərtəbəni, edir 8. Düzdürmü? Eləcək 1 tam özündən əvvəlkilər olduğu kimi qalır. Özü böyüyür olur. Üzr istəyirəm, səhv yazdım. 1,7. Bir də bu 7 oldu 8. Qalanında 0,0. Yəni 1,78 alınır. Və salam. Qayda budur. Yeni bir şey yoxdur. Onsuz da siz bu qaydanı bilirdiniz. Baxaq, verilmiş ədədləri qeyd olunan mərtəbələrə qədər yuvarlaqlaşdırın. Baxırıq, bax bu suala. Diqqətlə baxın. Biraz bu lövhəni biraz da böyüdürəm azca. Aha, indi baxaq. 12-ci sualda. 2 tam dövrdə 75-dir. Görürsünüz? 1/1, 100-1, 1000-1 mərtəbəsinə qədər yuvarlaqlaşdıraq. Bu 7-dən sonra 5 gəlir. Deməli, yazacağım 2 tam dövrdə 7, 5. Bu 7 də böyüyüb olacaq 8. Çünki özündən sonra 5 gəlib. Bu da eyni qaydadır. Sonra məsələn, hansına var? Buna baxaq. Yenə deyəcəm 18, vergül. 2-dən sonra nə gəlir? 1 gəlir. Deməli, 2 özü olduğu kimi qalacaq. 2, 1, 2, 0, 0. Bu şəkildə gedəcək. Aydındırmı? Sonra məsələn, bir buna da baxaq. 1 tam, bax, fikir verirsə şagirdlər, mərtəbədən sonra nə gəlib? 8 gəlib. Deməli, böyük rəqəmdir də, böyüdəcək bana. Olacaq 1 tam 6, 8, 4, 0, 0. Bu şəkildə gedəcək. Və salam, bitdi. Bu qədər sadə. Aha, indi nəyə baxacaq? Onluq kəsirdə qeyd edilən mərtəbələrə qədər yuvarlaqlaşdırın. Hərəsindən 3 dənə göstərək. Bax, şagirdlər, bu dövrdə 3-dür, düzdürmü? Dövrdə 3 nə deməkdir? Dövrdə 3, aha, bir dəqiqə, mən bir dənə qoy burada lövhəni açım, lövhənin üstündə tam göstərim. Hə, dövrdə 3-ü burada göstərək. Bax, 0 tam dövrdə 3. Bu şəkildə gedir bu, sonsuzluğa doğru. Deyir ki, 1/1-lərə qədər. 1/1 bax budur, düzdürmü? Özündən sonra gəlib 3. Deməli, böyüməyəcək olduğu kimi qalacaq 0, 3 və salam. Bu şəkildə davam elədik. Yaxşı. Sonra, məsələn, burada baxaq, buna baxaq. 0 dövrdə 5, düzdürmü? 3 tam, bir də 0 dövrdə 5 var burada. Deməli, yazıram. Bu belə gedəcək. 3, 0, 5-lər təkrarlanacaq.
Deyir onda 1-ə qədər. Onda 1 budur. 0-dan sonra 5 gəlir. Deməli də özü bir vahid böyüyür mərtəbə. 3,1 olur. Vəssalam. Sonra bir dənə də buna baxaq, sonuncuya baxaq. 19 dövrdə 4, 4, 4 gedir. Yenə də 10da 1 mərtəbəsinə baxırıq. Özündən sonra 4 gəlir. 19 4 olduğu kimi qalır. Çünki özündən sonra gəldiyi 4-dür. Yəni 5-dən balaca rəqəmdir. Ona görə mərtəbə böyümür. 19,4. Eyni ilə bax şagirdlər bütün sualları bu qədər edirlər. İndi 100-də 1-ə də baxaq şagirdlər. Hərəsindən demişəm 3 dənə eləyəcək. Məsələn, bundan başlayaq. Dövrdə 0,7. Yəni 0,7 təkrarlanan şagirdlər. Yaxşı. Və bu yazdıqlarımda da 5 təkrarlanmışdı, 4 təkrarlanmışdı. İndi burada amma 0,7 təkrarlanacaq. Yazıram 4 0,7 0,7 0,7. Bu şəkildə gedir. 100-də 1-ə qədər 100-də 1 mərtəbəsinin altından xətt çək. Özündən sonra gələn 0 deməli dəyişmir. Yəni 0-dan %7 olaraq qalacaq. Yaxşı. Sonra ikincisinə də baxaq. Məsələn, buna baxaq. 2,6 dövr 2, 2, 2, 2. 100-də 1 mərtəbəsinə baxırıq. Özündən sonra 2 gəlir, dəyişmir. 2,62 olaraq qalacaq. Əla. Bir də buna baxaq. Eyni qaydada 1 tam dövrdə 3. Dövr 0, dövr 3. Aha, dövr 0,3. 0,3, 0,3 yəni təkrar. Dövrü 0,3-də. 100-də mərtəbəsi budur. 100-də 1. Bu da 1 tam %3 olaraq qalacaq. Vəssalam. Bu şəkildə getdi. İndi sonuncuya baxaq. 1000-də 1 mərtəbəsinə qədər baxaq. 1000-də 1 mərtəbəsində. Birinci bundan başlayaq elə. 3 tam onda 2 dövrdə 4, 4, 4, 4. Onda 1, 100-də 1, 1000-də 1 mərtəbəsi budur. Özündən sonra nə gəlib? Özündən sonra 4 gəlib. Yəni 3 tam 2, 4, 4 olduğu kimi qalır. 1000-də 244 olduğu kimi qalır. Sonra məsələn baxaq buna 20 tam dövrdə 5, 20 tam dövrdə 5, 5, 5 və s. 1000-də 1 mərtəbəsi budur. Onda 1, 100-də 1, 1000-də 1. 20 tam 5-dən sonra 5 gəldiyinə görə böyüyəcək. 5, 5 oldu 6. Buna 6 elədik. Aydındırmı? Sonra buna baxırıq. 9, 7, 2, 8, 7, 2, 8. Bu şəkildə davam elədi. 1000-də 1, 8-dir. 8-dən sonra 7 gəlib. Görürük. 9, 7, 2, 8 böyüyəcək. Özündən sonra 7 gəldiyinə görə olacaq 9. 9-dan 1000-də 729. Vəssalam. Bu qədər sadə və bəsit. Şagirdlər, indi bu suala baxırıq. 14-cü çalışmaya baxaq. Deyir, onluq kəsrə çevirin, 100-də 1-ə qədər yuvarlaqlaşdırın. Eyni qaydadır bunlarda. Bundan da 3 dənəsinə baxarıq. Gəlin başlayaq birinci A variantından. Necə çevirərik uşaqlar bunu onluq kəsrə? Çünki bunlar dövrü kəsrlər alınacaq. Çünki məxrəcdə 2 və 5-dən başqa görürəm 3 var. Məsələn, 90-ın vuruqları içərisində 3 var. Ona görə bilirəm ki, bu dövrü onluq kəsr alınacaq. Sonsuz dövrü onluq kəsr. Gəl birinci çevirək və yazacağam 7 bölünsün 90. Hə, uşaqlar, indi mən bunu sizə çubuqlu bölmə ilə göstərəcəm. Davam edirik. Baxaq. 7-nin içində 90 0 dəfədir. 7-ni vurdum 90 əldə 0. 7 çıxdım. Aha, indi qulaq as. Bir dənə 0 özümdən əlavə edirəm. Bunun bövründə olmayan 0-dan. 70-in içində 90 neçə dəfədir? Yenə də 0 dəfə. 90-ı vurdum 0-a elədi 0. Burada qaldı 70. Düzdürmü şagirdlər? Bir dənə də 0 əlavə edirəm. 700-ün içində 90 neçə dəfədir? 7 dəfə. 7, 9, 63, yəni 630 dəfə. 630. Bundan bunu çıxdım, qaldı 70. Bir dənə də 0 əlavə elədim. 700-ün içində 90 neçə dəfədir? Yenə də 7 dəfə. Fikir verirsiniz, artıq dövr 7 eləməyə başladı. Bunu yazıram 0 tam 0 dövrdə 7. 0 təkrarlamış, 7 təkrarlanır. İndi bu deyir ki, bunu 100-də 1-ə qədər yuvarlaqlaşdır. Yaxşı, 100-də 1-ə qədər yuvarlaqlaşdırmaq nə deməkdir? Bunun 100-də 1 mərtəbəsi budur. 100-də 1 mərtəbəsindən sonra 7 gəlir. Deməli, 100-də 1 mərtəbəsi bir vahid böyüyür. Olur 0 tam 0, 8. Vəssalam, yazdıq və yuvarlaqlaşdırdıq. 3 dənə deyilmişəm, baxacaq, narahat olmayın. Məsələn, C variantına baxaq. Uşaqlar, məsələn, B artıq rahatdır da. Bu şəkildə öyrətdiyim qaydını yazacaqsınız. Mənim burada məqsədim nədir? Sizə dərsi başa salım öyrədim. Siz özünüz nümunələri də öyrədim. Onların kopyalarını özünüz yazın da. İndi -3 tam 18-də 1. -3 ilə bizim işimiz yoxdur. -3 tamla işimiz yoxdur. Bizə 18-də 11 lazımdır.
11-i bölək 18-ə. Düzdürmü? Bunu bölmənin biz onun dövrü onluq kəsr olduğunu tapacağıq. Bir daha deyirəm, təkrar elədim, başladıq. 0 tam, 0, 11, 0 əlavə edirəm. 110-un içində 18 neçə dəfədir? 5, 6 dəfə olar, düzdürmü? 60, o da 48, 108 edəcək, 108. Gətirdim bura 2-ni, bir dənə də sıfatım eləyir 20. 20-in içində neçə dəfədir 18? Bir dəfə. Vurdu bunu 18, təzədən 2 gəlir, sonra təzədən 0, yenə də 1. Fikir verirsiniz, artıq dövr eləyir. Necə dövr elədi? Belə dövr elədi. 0, 6, dövrdə 1. 1, 1, 1 bu şəkildə gedəcək bu. Bunu da 10, neçə 100-1-ə qədər, bayaq biz düz elədik də, düzdürmü? 100-1-ə qədər yuvarlaşdırdıq. Aha, 100-1-ə qədər yuvarlaşdırdıq. Bir dənə baxım o suala, birdən fikrimdən çaşar. 100-1-ə qədər, bəli, düz eləmişik. Bunu da 100-1-ə qədər yuvarlaşdıranda 10-1, 100-1 mərtəbəsi budur. Özündən sonra 1 gəlir. Deməli, o 100-1 mərtəbəsi olduğu kimi qalacaq. 0,61. 0-dan %61 olaraq qaldı. Bir də üzr istəyirəm. İndi yox, 0,61 deyil. 0,60 bunu tamı da var axı. %61-i burada yazdım. Çünki nəyə görə? 0-3. Uşaqlar, bu doğru deyil. Bu əsası budur. 6 dövrdə 1. Yuvarlaşdıranda da bu alınır. Son cavab budur. Dedim, axı, əvvələ bunun -3-dür, tamı var. Ona görə. Əla. Bir də F variantına baxaq. F variantına görə bizə nə deyəcək? F variantında da -5,9-da 8 eləyir şagirdlər, düzdürmü? -5 yazıram. 8-i 9-a böləcəyim. 8-i 9-a gəlin bölək. Neçə dəfə eləyir şagirdlər? Baxaq bir dənə. 0 tam eləyir. 0-ı vurdum. 8. Gətirdim bura 0. Bunun için neçə dəfədir? 8 dəfə. 8, 9-un 72. Yenə də 8, 0. 80-in içində neçə dəfədir? Yenə də 8 dəfə. Eyni ilə fikir verirsə şagirdlər, deməli 8-i 9-a böləndə 0 tam dövrdə 8 alınır. Yəni -5 tamında onun üstə gələk də. 8, 8, 8. Yəni -5 tamdan işiniz yoxdur. Yaxşımı? Aha, bu şəkildə yazdım. Dövrdə 8. 100-1-ə qədər yuvarlaşdıranda 100-1 mərtəbəsi budur. Bundan sonra 8 gəlir. Bu da olacaq bərabərdir. Aha, daha doğrusu təxminən bərabərdir işarəsi yox. Yuvarlaşdırmada təxminən işarəsi qoyulmalıdır. Üzr istəyirəm. Təxminən işarəsi -5 tam 8. Bu ikinci 8-də olur 9. Və salam. Bu şəkildə tamamlandı. Şagirdlər, 15-ci məsələmizdə bizə deyir ki, kalkulyatordan istifadə etməklə kəsrin surətini məxrəcinə bölün. Kəsrin dövrünü müəyyən edin. Kəsri sonsuz dövr onluq kəsr şəklində yazın. Məsələn, baxaq. 3 dənəsinə baxaq. A-ya baxaq, D-yə baxaq, bir də C-yə baxaq. Yaxşı, çox sadə. Kalkulyator açırıq, 13-ü bölürük 90-a. 13-ü 90-a bölsək, belə bir cavab alınar. 0 tam 1, vergül 1, 4, 4, 4, 4. Tamam mı? Bu da bərabərdir, bu da bərabərdir. Bizə demir ki, yuvarlaşdırın. Sonsuz dövr onluq kəsr şəklində yazın. Sonsuz dövr onluq kəsr şəklində də belə yazılır. 0 tam 1, dövrdə 4. Yaxşımı? Və fikir ver. Bunu bu şəkildə yazdıq. Bu hazır. Bu getdi. İndi -29, 18-də 29. 29-u mən nə etməliyəm? Bölməliyəm 18-ə. Bu da edəcək -1 tam 6 dövrdə 1. Bu da bərabərdir. -1 tam 6 dövrdə 1 də burada mötərizə kimi yazdım. Aha, sonuncu. Sonuncuda 232-ni böləcəm 135-ə. Yəni C variantında 135-ə. Bu da belə bir ədəd edəcək. 1, 71, 851, 851 və bu şəkildə. 71-dən 851, 851, 851 və bu şəkildə gəlir. Yəni bu da mənfisi də var təbii ki qabağında. Bu da bərabərdir. Aşağıdan yazıram. -1 tam 7 dövrdə neçə? Dövrdə 851. Və fikir verin. 851, 851 təkrarlanır. 851 təkrarlanır. 71 yazacağım. 71 sonra 851. Bu şəkildə yazdım. Vəssalam, bitdi.
İndi dəyərli şagirdlər, lövhəmi yeniləyirəm, keçirəm məsələ həllinə, 16-cı məsələyə baxaq. Yaxşı, 16-cı məsələ də maraqlı məsələyə oxşayır. Baxaq görə bizə nə deyir? Deyir, sinifdə 14, 24 şagirddən 14-ü riyaziyyat fənni üzrə olimpiyadanın məktəb turunda iştirak etdi. Şagirdlərin neçə faizi məktəb turunda iştirak etdi? İndi sualımızı biz burada izah edəcəyik. Lövhə üstündə göstərəcəm. Baxaq, səbirlə baxaq. Sinifdə 24 dənə şagird var, şagirdlər. 14-ü riyaziyyat fənni üzrə məktəb turunda iştirak etdi. Şagirdlərin neçə faizi məktəb turunda iştirak etdi? Aha, əladır. Bax, 24 dənə şagird var. Onlardan 14-ü şagirdlər. 14-ü riyaziyyat fənni üzrə 24 dənə şagirddən riyaziyyat fənni üzrə 14-ü məktəb turunda iştirak edib. Bizə soruşur, şagirdlərin neçə faizi məktəb turunda iştirak etdi? Gəl baxaq. 24-ün 14 faizini tapmalıyıq və onu bu şəkildə göstərməliyik. Yaxşımı? Ədədin faizini taparkən, yəni məsələn 24-ün 14-ü, düzdürmü? 14 24-ün neçə faizidir? Bunu tapmaq üçün müxtəlif yollar var. Ədədi faiz göstərən ədədə bölüb 100-ə vurmaq lazımdır. Ədədin faizini tapanda, ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Amma faizinə görə ədədə taparkən, yəni 14 24-ün neçə faizidir? 14-ün 24-ün neçə faizinin olduğunu tapmaq üçün ədədi böləcəm, 100-ə vuracam. Yaxşı. 14-ü böləcəyim 24-ə, vuracağam 100%-ə. Aha, indi buradan biz başlayacaq bu tənliyi həll etməyə. Diqqətlə qulaq asın, yaxşımı? 14 ilə 24-ü ixtisar aparmaq istəyirəm. 14 ilə 24-ü ixtisar aparanda 2-yə böləndə burada qalır 7, bunu 2-yə böləndə burada da qalır neçə? 12. Düzdürmü? İndi davam eləyək, bu şəkildə yazıram. Kəsrin surət, bunun da məxrəci gözə görünməz bir dənə 1 var burada. 7-ni 100-ə vururam, bu şəkildə yazıram. 7 vurulsun 100. Aşağıda da nə qalıb? Aşağıda da qalıb 12 vurulsun 1, elə 12-dir. Yenə də 100 ilə 12-ni ixtisar aparaq 2-yə. 2-yə böləndə bunu qalır 50. Bunu 2-yə böləndə neçə eləyir? Bunu da 2-yə böləndə eləyir 6. Düzdürmü? Elə də 6. Bərabərdir. Davamında yazıram. 7 vurulsun 50, edəcək 350. Düzdürmü? Aşağıda da 6 edəcək. Aha, indi 6-da 350-ni də mən onluq kəsir kimi göstərməliyəm və bilirəm ki, bu sonsuz dövr onluq olacaq. Çünki məxrəcində bir vuruğu 3 var. Yəni 2 və 5-dən fərqli bir ədəd var burada. İndi gəl bunu da çubuqlu bölmə ilə göstərək. 350-ni şagirdlər bölək 6-ya. Yəni kəsrin surət və məxrəcin, daha doğrusu surətin məxrəcinə bölmək lazımdır. Yaxşımı? İndi gəl bölək. 35-in içində 6 neçə dəfədir? 35-in içində 6 5 dəfədir. Düzdürmü? 6 5-in 35 çıxıldı burada. 0-ı getdim aşağı. 50-nin içində 6 neçə dəfədir? 8 dəfə. 6 8-in 48. Düzdürmü? 6 8-in 48-in diqqətlə baxaq. 48 tamdır artıq. Vergül atdım bura. 48 tamdırsa 50-dən 48 sonra qalır 2, bir dənə 0 artıram. 20-in içində 6 neçə dəfədir? 3 dəfə. 6 üçün 18, təzədən 2-yə atdım, bir dənə də 0 atdım. 20-in içində 6 neçə dəfədir? 3 dəfə. 6 üçün 18, yenə də bax 2, 0, eyni qaydada gedəcək. Deməli 58 bu edir 58. 3 də bu şəkildə yazıram. Dövrdə 3. Vəssalam. Həmin sualımızın cavabı da neçə tapdım? Bir daha baxaq. 58 tam dövrdə 3. 58 tam dövrdə 3 də bax burada var. Yaxşı mı? 58 tam onda 3 deyil ha. Və yaxud 5 tam %83 deyil. Və yaxud 83 deyil. 58 tam dövrdə 3 tapmışam. Həmin o dövrdə 3-ü də elə ən birinci varianta uyğun gəlir. Vəssalam. Yəni bir daha deyirəm. Ədədin faizini taparkən, məsələn, desəydi 24-dən 14 faizini tap. Mən 24-ü 14-ə vurub 100-ə böləcəkdim. Amma 14-ün 24-ün neçə faiz olduğunu tapaq. Artıq bu zaman 14-ü 24-ə bölüb 100-ə vurduq dəyərli şagirdlər. Yaxşımı? İndi baxaq 17-ci suala. Verilən ədədlərin diaqramın hansı hissəsinə uyğun olduğunu müəyyən edin. Gəl belə eləyək. İndi siz bunu dəftərinizdə də məsələn yaza bilərsiniz. Diqqətlə qulaq asaq. Birinci axtarıram natural ədədləri. Natural ədəd müsbət ədəd olmalıdır və əşyaları sayarkən istifadə edildiyimiz ədədə deyilir. Yaxşımı?
Bunların içərisində natural ədəd bir dənə 100-dür. Vəssalam. Natural ədədlərə, yəni bunun içinə yazıla biləcək bir dənə ədəd var, o da 100-dür. Qurtardı getdi. Düzdür, 100 həm də tam ədəddir, həm də rasional ədəddir. Sadəcə biz ən kiçik, yəni hissi çoxluğa aid edəcəyik də buna. İndi baxaq, diqqətlə qulaq asaq. Tam ədədlər odur ki, kəsr hissə olmasın. Mənfi və müsbət ədəd, yəni mənfi və müsbət ədədlərdə tam ədəd kimi fikirləşə bilərik. Yaxşımı? Bax, burada tam ədəd deyə biləcəyimiz ədəd, yeganə ədəd -3-dür. Üzr istəyirəm. Bir də burada 57 var. Bunu görmədim. 57 də natural ədədlərə daxildir. Yaxşı, 57 də natural ədədlərə daxildir. Bu 57-dən 100-ü çıxdıq. Burada -3-lə -14-ü isə tam ədədlərə yazacağam. -3-lə -14-ü isə tam ədədlərə yazdım dəyərli şagirdlər. -3-lə -14 də getdi. Yerdə qaldı 2 tam 0 dövrdə 5, -12-də 7, -1 tam dövrdə 3, -2 tam 14. Bunlar da hər biri kəsr ədəd olduğuna görə, indi qulaq asaq. Kəsr ədəd olduğuna görə bunu rasional ədədlər kimi yazacağam. İndi belə bir şey var ki, sonsuz dövrü onluq kəsrlərdə rasional ədədlər sayıla bilir. Yaxşı, deməli, rasional ədədlərə -2 tam 14, -12-də 7, -1 tam dövrdə 3, bir də 2 tam 0 dövrdə 5. Bəli, bu şəkildə yazılır. Vəssalam, bunu da bu şəkildə yazdıq, getdi. Əla. Onu öz məsələn dəftərdə o hissəyə yaza bilərsiniz. İndi sonuncu sualımızda 18-ci çalışmamızdır. Şəkildə bərabər yanlı üçbucaq və onun tərəflərinin uzunluqları santimetrlə verilib. Bərabər yanlı üçbucaq. Bu üçbucağın hansı tərəfləri şagirdlər bərabərdir? Diqqətlə qulaq asaq. Bərabər yanlı üçbucaq nə deməkdir? Bərabər yanlı üçbucağın iki yan tərəfi bir-birinə bərabər olmalıdır. Belə də ola bilər. Məsələn, belə də ola bilər. Aydın oldu. İncə baxaq. Bax, fikir verirəm ki, 3 tam dövrdə 18, 3 tam onda 1 dövrdə 8-dən bərabər ədəd deyil. Çünki bunda 18 dövr edir, bunda 8 dövr edir. Amma mən bu 3 tam 11-də 2-ni sonsuz dövrü onluq kəsr kimi yazanda görə hələ bunlardan hansına bərabər olacaq? Yaxşı. Yəni 2-ni elə bilin ki, mən 11-ə böləcəyəm. Aydın oldum, 2-ni 11-ə böləcəm. Yazıram. 3 tamı yazıram burada. 2-ni də gəlin 11-ə bölək. 2-ni də bölək 11-ə. 0 tam 0, 2, 20. 20-in içində 11 neçə dəfədir? Bir dəfə. 11-i 1-ə vurdum. 20-dən 11 çıxanda qalır burada 9, qaldı burada 90. 90-ın içində 11 neçə dəfədir? 8 dəfədir də, düzdürmü şagirdlər? 88 eləyəcək. 88. Bir dənə qoy, biraz bir lövhəni yuxarıya qaldıraq. Elədi 88. 90-dan 88 çıxanda qaldı 2, bir dənə 0 artırdım. 20-in içində 11 neçə dəfədir? Bir dəfə. 1-i vurdum 11-ə, yenə də qaldı 9. 90-ın içində 11 neçə dəfədir? 8 dəfə. Fikir ver. 0 tam 18, 18, 18 təkrarlanır. Yəni dövrdə 18-ə bərabər imiş. Ay, sağ ol, bəli. Deməli, bu 3 tam 11-də 2, elə 3 tam dövrdə 18-ə bərabər imiş. Görürsünüz, deməli, AB yazacaqsınız. AB tərəfi ilə BC tərəfi bir-birinə bərabərdir. Tapdıq. Üçbucağın bərabər tərəfləri üçüncü tərəfdən uzundur, yoxsa qısadır? Qəşəng sual verib. 3 tam dövrdə 18, 18, 18, 18 böyüdür, yoxsa 3 tam 1 dövrdə 8, 8, 8 böyüdür. Mərtəbələrə baxaq. Təşlik mərtəbələri eynidir, onda 1 mərtəbələri eynidir, 100-də 1 mərtəbələri eynidir, 1000-də 1 mərtəbələrində bu 8 bu 1-dən böyüdür. Deməli, bu ədəd böyüdür. Deməli, bu AC tərəfi ən böyük tərəfdir. Yaxşı, çünki bunun 3-cü rəqəmi 8-dir. Bunun 3-cü rəqəmi isə 1 olur. Dilində üçbucağın bərabər tərəflər 3-cü tərəfdən uzundur, yoxsa qısadır? Əlbəttə ki, bərabər tərəflər 3-cü tərəfdən qısadır. Yəni 3-cü tərəf uzundur da, belə deyək. Əla. Bizə deyir, A bucağı yoxsa B bucağı daha böyükdür. Biz üçbucaqda belə bir qayda keçmişdik. Böyük tərəfin qarşısında duran bucaq böyük, kiçik tərəfin qarşısında duran bucaq da kiçik olur. İndi ona əsasən baxacaq. Baxın şagirdlər, A bucağı, bax qırmızı ilə göstərirəm. A bucağı 3 tam 11-də 2-nin qabağındadır. B bucağı isə
3,1 dövrdə 8-in qabağındadır. Fikir ver, B bucağı daha böyük bucağın qabağındadır. Deməli, onda bucaq A kiçik olacaq bucaq B-dən. Bu bucaq işarəsidir qarşısındakılar. Hansı daha böyükdür? Əlbəttə ki, B bucağı daha böyükdür. Çünki daha böyük tərəf üzərində qarşısında dayanıb. Vəssalam dəyərli şagirdlər, bu qədər.